qorxur. Daha uşağıma da daha keçməyin də. Bunlara nəzarət göstərilsə də bezmiş daha canımızdan. Kayda atırlar, kayda tağ eləyirlər. Kayda atırlar, kayda tağ eləyirlər. Bezsir də, yiyəsi bəlli olmayan. Sən sözə bax ha. Sözdə deyir ki, get deyir o sənin o tərbiyəli qızın var. Get onu deyir, trenajora sağ qaldır, sağ qaldır. Deyəsən anonla evində trenajor çox görmüsən sən. Deyəsən trenajoru çox görmüsüz. Bu nə danışıqdır? Utanmırsınız az yaşlı uşaq belə şeylər demək. Özdə bu Ramazan ayında. Belə deyir şeysizsə qızınızı deyir TikTok'a qoymazsınız. Özünüz qoymamısınız uşaqlarınızın videolarını TikTok'a. Heç olmasa özünə bax danışda ha. Bilirsiniz niyə? Mən sizə deyim niyə. Görürlər Naibənin videolarını və o videonun altında 99,9% İlyas çox sağ ol. Hamı pozitiv yazır. Başa düşdünüz? Deyir kaş deyir Naibə kimi o anası da elə olsun. Belə yazır, bunlar ölürlər. Hələ bir ki ataların meyitlərinə belə getmirlər də. Ölürlər. As mənim dərdimi nə qədər çəkən var? Mənim qeyrətimi nə qədər çəkən var? Mənim qızımın qeyrətini nə qədər çəkən abijnik var? As biz pozğun əliyik, sizə qalıb bizim pozğunluğumuz. Bezmişəm sizin əlinizdən. Birini yığışdıran öbürsü gəlir. Öbürsünü yığışdıran öbürsü gəlir. Da hər sözü mənə dediniz. Gördünüz məndən hay görmürsünüz, keçmişsiniz az yaşlı uşaqlara. Sabah ikizlərə də deyərsiniz. Çünki evinizdə anavızdan elə görmüsünüz. Anavızın üzünə tüpürən adamsınız. Çünki evinizdən elə görmüsünüz. Danışırlar. Yayınları düşür 500 manat, 500 nəfərə. Danışırlar, qaldırırlar 1200-ə, 1300-ə. Başlayırlar kofe reklamı, başlayırlar dezodorant reklamı, başlayırlar qaş reklamı. Kazanırsınız, heç olmasa bunu da halallıqla kazanın da. Dezodorantı satırsan, oranın pıspısını satırsan, buranın pıspısını satırsan, mənim uşaqlarımın adını çəkmə. Mən səninlə sabah məşğul olacağım. Hər dəfə deyirəm eybi yox, mamam deyir eləmə, işin olmasın. Bəsdir də. Fikir verin bir dənə, sizə and verirəm Allaha. Kimin yayını düşür, mənə söz atır. Kimin yayını düşür, məndən danışır, sonra da keçir reklamlar. Yox, Şəhla deyil. Deyir qızıvı deyir, trina, ayda bütün mən o yolu necə gəlmişəm, onu Allah bilir əsəbimdən, bütün ələyğim əsri. Demişəm elə, mənə kayda atmayın, mənə kayda atıp əsəbləşdirməyin məni. Kayda atıp kayda hamı yazıb ki arzu, naibəni deyirsən. Bir də gördü ki səhifəsi getdi. Bəsirində. Hələ mənim açmadığım obrisi kayıtlar var ki, əsəbləşməyim. Yayın açmıram. Bir həftədən çoxdur yayın açmıram. Dünən ilk dəfə də açdım. Kabinet düdüz, əxlaqsız düdüz. Az sən eləsən, az sən beləsən, az sən olsan, sən pozğunsan, sən ondansan, sən bundansan. Bugün olub kayıt, bugün səhər olub o kayıt. Mənə atıblar, mən açmamışam. Oturmuşdum salonda kayıtlara baxırdım ki, görüm mənə nə atıblar. Görəm 3-4 dənə kayıt atıblar. Bugün səhər olub o kayıt.
Mən amma indi salonda açdım. Sonra deyir ki, Arzu anama bir söz dedi. Arzu anama hele. Arzu heç nədən anava söz deyib. Arzu heç nədən sənə söz deyib. Köynə kayıtlardan baxın 2 gün sustum, heç nə demədim. 2 gün. 3-cü gün açdım ağzımı danışdım. Kayıtların tarixi hamısı durur da. Hamısı durur. Arzu niyə çıxdı elə çıxış elədi? Trenajora sən sözə bax. Getdir qızıvı deyir trenajora mindir sal, mindir sal, mindir sal. O tərbiyəli qızıvı. Sən ağzıvı cıraram mən deyən. O trenajor nədir sənə göstərəcəyəm mən. Verəcəyəm, Quran haqqı verəcəyəm. Yox, polisə yox. Polislər baxmır belə işə. Şikayət edəcəksən, yenə də onu geri advokata verəsən. Advokata verəsən məhkəməyə. Polis neynəsin yazıq? Neynəsin? Bir döyürlər, 2 döyürlər. Onların o qədər başlarından işlər var ki, həll eləməli. Belələrin əlində qalsın. Neynəsin? Yazıqdan neynəsinlər? Hə, ən gözəli o. Ən gözəli o. WhatsApp'dan yazmayın. Qoz qoyma. Az özümə qoymuram, Mən özümə qoymuram. Quran haqqı qoymuram. Allah haqqı qoymuram. Uşaq teması gələndə bilirsiniz, mən həssasam. Sən niyə ölürsən? Niyə ölüb gülürsən? Mən qarğış eləmirəm. Qarğışın 2 başı var. İndi yaxınlaşım. Kızlar, mən bağlayıram yayını. Gözləyin. Familiyası. Sesim gəlir. Niyə burada həll edirsən? Çünki buradan mənə söz deyirlər. Necə burada həll eləməyim? Qurban olum sizə. Necə həll eləməyim? Necə həll eləməyim? Sesim gəlir. Gəlir. Necə həll eləməyim? Nə qədər susum mən bunlara? Hansına susum? Burada deyirlər axı. Canlıda deyirlər axı. Biz qayd eləyib paylaşırlar axı. Ağzına gələni yazırlar axı. Hansına deməyim? Qırağda olsa gedib qırağda həll eləyərəm. Nə qədər mən bunlara susum? Hansına susum? Türkan xanım dedi ki, mən bu işi üstümə götürürəm. Türkan Vəliyə. Familiyası unuttum. Deyəm bir adına baxın beynim. Deyəm. Türkər Əliyeva xanım. Advokat, o baxacaq bu işə. Sabah bütün kayıtları getir, yaxınlaşıyama. Yox, belə şeylər polislə olmur, qızlar. Ən gözəli məhkəmə ilə. Tolka məhkəmə ilə. Çox yaxşı vəkildir.
Tanınmış vəkildir də. Yazanda çıxır zaten. YouTube'a yazın. Əbiyə qoy uzansın. Əbiyə qoy uzansın. Bilərəm ki, bunun axırı var. Nə deyib? 1 demir, 2 demir, 3 demir, 4 demir. Mənim partlayışım onda oldu ki, bugün səhərki kayıtdaki deyib ki, get deyir o abırlı hayalı qızıvı, qoy deyir trenajorun üstünə qaldır, saldır, qaldır, saldır, qaldır, saldır. Bu nə deməkdir? Bu nə deməkdir sən uşaq üçün deyirsən? Utanmırsan? Hayon yoxdur sənin. Bu nə deməkdir? Az yaşlı uşağa bunu necə deyə bilərsən? Çat da yazır orada. Get deyir, o deyir, abırlı hayalı qızı sal, deyir, trenajör qaldır, sal, qaldır, sal. Abırsız, həyasız. Anasını bilməyən o nə biləcək ki, yadın uşağını? Sən uşaq bilirsən az. 2 dənə evladım var. Heç olmasa evladlarından utan. Görək mən sən uşaqlarla söz deyərəm, pox yiyərəm mən söz deyərəm uşağa. Şəhla yox, Şəhla deyir. Söyle kızlar, bağlayın temanı. Bax, sizə and verirəm Allaha. Bir həftədən çoxdur yayın açmıram. Bir dənə dünən açdım yayın. Dünən bir dənə canlı yayın açdım da. Bax, neçə vaxt mənə kayıtlar atırlar. Allah haqqı baxmıram. Quran haqqı baxmıram. Bilsən niyə baxmıram? Əsəbləşirəm deyə baxmıram. Dedim, qoy bir müddət canlı açmayayım, başım sakit olsun. Canlı açacağım, gəlib yazacaqlar ki, o sənə söz attı, bu sənə söz attı, əsəbləşəcəyəm. Dünən ilk dəfə açdım. Bu kayıt canlı yayın səhər olub. Səhər olub. Mənə atıblar, mən baxmamışam. Nə bilim, haradasa kayıt olmuşdu, orada mənə tağ eləmişdilər. Hansı xəbər, hansı saytlar tağ eləyib, orada mənim adımı tağ eləyiblər. Yo, ağlamıram. Dan yığırlar, dayanmırlar. Qoy çıxım dənə. Amma onu da deyim, o naibədən danışanda, birinci dəfə kayıtda danışıb, məndən danışıb. Məndən danışa-danışa nə iniblərsə izləyicilər, şikayət atıblar, nə iniblər, canlı səhifəsi getdi, canlı yayına getdi. İkinci dəfə kayıtda isə, naibədən danışıb. Hələ bir ki, bir kiplədə o trenajor söhbətini. İndi mənim də özümə görə kütləm var. Nə deyib, nə iniblər ki, götürüb izləyicə şikayət atıb, nə inib. Onda da yayın getdi. Çünki bilirsiniz niyə? Məni qoy qırağa. Naibəni istəyənlər tamam çoxdur. Mən nə qədər pisəm, nə qədər zibiləm, amma naibənin özünə görə öz sevənləri var.
minlik Naibəyə fanlıq eləyən qızlar var. Vallahi elələri var ki, məni yox, Denisin xətrini daha çox istəyir. Elə izləyicilərim var ki, deyir, iminli mən Naibəyə görə sənə baxıram. Elə izləyicilərim var ki, deyir, mən Daliyə görə sənə baxıram. Sən deyir, indi uşaqların yanında dörsən, elələri var ki, heç mənə baxmır. İndi baxmır, niyə Daliyə yoxdur deyə yanımda. Bax, burada yazıb ki, mən Eliyə görə baxıram. Yəni, məni tək olaraq sevmirlər. Məni ailəli olaraq sevirlər, ailəm üçün sevirlər. Naibənin öz sevəni var, məni indi öz çox istəyəni var. Denizin xətrini daha çox istəyənlər var. Elələri var ki, deyir ki, valla o oğlan heç sənə layiq deyil. O qədər kulturlu, mərifətli uşaqdır. Elələri də var. Yəni, bu faktdır, mən bunu danmıram. Yaxşıyam, bitişib, yox, əsəbdəndir. Əsəbdəndir. Naidə yox, az, Naidə. Türkər Vəliyeva idi qızlar. Beynimi rol verdi. Türkər xan baxacaq. Deyə burada yazmışlar. Türkən Əliyeva. Türkər Əliyeva. Türkən yox, Türkər Əliyeva. Yığırlar mənə, qoy bir dənə gedim açım WhatsApp-ı.